Dostlar salamlayıram sizi. Gəlin bullet oyunlarımız olan Zamana Qarşı serialımızın deməli növbəti bölümünü oynayalım. Deməli Siciliya müdafiəsi oynayacağam rəqiblə. Deməli qabağa gedək D4 oynayacaq yoxsa bir dənə C3 oynayacaq. Bu səfər belə rəqiblərin çoxusu C3 oynayıb sonra D4 oynayır, ancaq bu səfər bu fərqli oynadı. Rəqibimiz deməli 1522'dir reytingi. Görən F piyadasını nə vaxt gələcək indi onu gözləmə. F piyadasını qabağa sürməyini gözləyəcəyik görək. Çünki F piyadasını qabağa versə artıq şah cinahında zəiflik yaradır və mən o zəiflikdən istifadə edəcəm. Ən azından rəqibin topunu götürmək imkanımız var. Bəlkə rəqibin gedişi yoxdur. Deməli biz qala quraq. Və məsələn atımızı qoya bilərik bura və həmin gedişi oynayaq. Və filinə hücum eləyək rəqibin görək. Rəqib elə hücum eləyəndə nə edəcək? Yəni belə eləyəyin də. Atı belə oynasam vururam. Sonra belə oynasaq vəziri çıxsın, sonra vəziri çıxsam bura. Oynamalarımı görə. Gəlin oynayalım dostlar. Gəlin maraq üçün oynayalım görək. Rəqibi biraz çaşdıraq da. Rəqibi biraz çaşdıraq. Çünki deməli rəqibi çaşdırsaq, deməli hal-hazırda rəqibin fili boşdadır və onu vurub şah verə bilirik. Rəqib deyəsən burada deməli səhv edir. Şah versək nə edir? Yox. Məncə fili geri oynayalım. Fili məncə geri oynayalım. Və görürsünüz ki burada boşluq var rəqibin və o boşluğundan istifadə etməyə çalışaq. Və rəqibi çalışaq mat eləyək bu gedişlə. Bəli, ata hücum elədi. Atı bir dənə mərkəzləşdirim mən. Sonra burada nə edə bilərik? Deməli bir xana qabağa oynayaq adamımızı və görürsünüz ki rəqibin artıq zəif nöqtəsini tapdıq biz və o piyadanı nə ilə qoruyacaq olmağı çox. Bəli. Deməli belə. Həmin piyadanın qarşısını alaq biz öz piyadamızla. Və çalışaq fili dəyişmək istəyək. Görürsünüz? Yəni deməli fili dəyişmək üçün diagonala da çıxmalılar fili. Yəni o şeyi də yoxlayaq da dostlar, düzdürmü? Yəni onu da yoxlayaq. Deməli qabağa geçsək atla vururuq. Deməli rəqibin boşluğu hal-hazırda yoxdur. Mən vəzir bura oynayaq, topu gətirək onun arxasına. Bəli, hal-hazırda 2 qat hücum eləmək istəyir rəqib. Artıq yüklənibdir F piyadasına və F piyadasına yüklənib onu oradan idarə etmək istəyir. Və belə çıxır ki, biz artıq hücum etməliyik. Rəqibin deməli filinə hücum eləsək, deməli bunu da vururuq filinə. Və sonra topla vəzirə hücum etsək artıq deməli vəzir oradan çəkiləcəkdir və demək olar ki yəni həmin xananı gözləyək bu xananı və bizim şah vermək imkanımız var. Deməli belə oynasaq nə olur? Şah verir onda. Yəni belə oynayaq. Topla onu vursa atla da vura bilirəm. Bəlcə. Ondan sonra deməli şah verək görək nə edir rəqib. Şah versək nə edir? Topa hücum etsək. Vurdu. Yəni topa hücum eləyək. Həm də vəzirə hücum eləyirik də, düzdürmü? Buradan səngəl eləyirik biz. Deməli vurduq. Bunu vuraq. Sonra belə bir şah verək burada.
Görək rəqibin şahı hara qaçır. Bunu da vuraq, şah verək. Sonra belə bir şah verək. Vaxt udmağa çalışır məni. Deməli, gəldik bura vəzirləri dəyişməyi təklif eləyəcəm. Aha, vəzirləri dəyişmək. Gəlin bu piyadasını götürəyin. Rəqib piyadanı verdi bizə. Vaxtı çatmayacaq yəqin ki. Bəli. Birinci oyunumuz belə yola saldıq. Deməli, rəqibi açıq üstünlüklə deməli, məğlub etdik. Düzdür, vaxtı da az qalmışdı. Ancaq deməli, 1 saniyə vaxtla müəyyən müddətdə oynamaq olardı. Keçək ikinci oyuna. Görək ikinci oyunumuzda biz necə oyun nümayiş etdirəcəyik. İkinci oyunumuzda mən kol açılışı oynayacağam. Rəqibimiz 1516 reytingləndir. Deməli, piyadanı qabağa verdi. Ondan sonra bir də verə bilər qabağa piyadanı. Bəli. Artıq filimizi burada pis vəziyyətdə sala bilər. Ona görə mən buradan bir xana boş yer saxlayacağım özümə və atı ora gələ bilər rəqib. Ona görə mən atımı bura çıxım, birdən vəzinlə oradan şah verir və qala qurum. Ən yaxşısı budur. Burada bu sistemdə ən yaxşısı qala qurmaqdır. Atla çıxım, ata hücum eləsəm, deməli, ata hücum eləsəm bir şey olmur, xeyri olmur. Gəlin, onun atını ortadan götürsə fili qoyacaq ora və ona görə də gəlin vəzirimizi bura çıxarın. Niyə vəziri çıxıb? Mən bunu qoymaq istəyirəm bura və bizim işimizi daha da yaxşılaşdırdı rəqib. Çünki deməli belə. Gəlin atı bura oynayaq. Bura oynayaq və artıq bunun ağ filini də ortadan götürməyə çalışaq. Deməli, ağ filini ortadan götürməyə çalışsaq, orada deməli figurumuzu qoruyur. Yəni ağ filinə hücum eləyək. Yaxşı, bunu götürdük. Aha. Sonra belə bir geriş eləmək olar əslində. Çünki atı top qoruyur və vəzirimizi gələk. Vəzirləri dəyişməyi təklif eləmək elə də yaxşı gediş deyil. Gəl bunun qabağına qoyaq. Belə bir şah versəm, vəzirlə götürsə filini götürə bilirik də, eləmi? Amma götürməyə də bilər də, düzdürmü? Götürməsə, artıq mən vəzirin onu müdafiə eləməliyim. Və belə bir şah verək, gəlin yoxlayaq, bəlkə fili götürdü. Götürdü atı. Ondan sonra belə gəlmək olar. Burada maraqlı situasiya yaranır. Dostlar. Yəni vəzirə deməli hücum eləsək vəzirə hücum eləsək vəzir onu götürür. Yaxşı, gəlin belə oynayaq. Belə oynasaq atı götürür. Oradan da, düzdürmü? Deməli, gəlin belə oynayaq ki, o atı götürəndə mən də onun filini götürüm də, düzdürmü? Və beləcə biraz oyunu sabitləyək. Yaxşı, topları cütləşdirdik. Deməli, mərkəzdə bunun piyadası boşdadır. Gəlin onun piyadasını ortadan götürməyə çalışaq, ancaq imkan vermədi. Deməli, fili oynatsaq. Gəlin. Necə oynatsaq? Gəlin belə qoyaq fili. Hazırda bunun cüt piyadaları var. Atı hara oynaya bilər? Bura oynaya bilər, bura oynaya bilər də, düzdürmü? Gəlin atın yolunu da bağlayaq buradan. At orada ümumiyyətlə pasiv qalsın. Piyada ilə dağıtmaq istəyir. Deməli, piyadanın qabağa gələcək. Ona görə gəlin filimizi geri oynayaq. Piyadanın qabağa gəlsə, götürərik, olmaz. Deməli, belə oynayaq, qabağa gedək piyadanı. Vaxtla tutmağa çalışa bilər. Çalışaq onun vaxtla qələbəsini verməyək. Tamam, düzdürmü? Bunu vurduq. Bəli. İndi belə oynayaq. Bunu şah cinahını açmaq lazımdır, dostlar. Şah cinahını açaq, şah verək. Bir görək, şah verin. Deməli, gəldik bunu bura. Değil mi? Bəli, yenə də vaxtda oynamağa çalışır dostumuz. Deməli, bunu vuraq. Bunu da vuraq. Şah verir. Vay, görmədi o gedir.
Bəli, topu qoymalıdır qabağına. Deyəm mat oldu rəqib. Gözəl. Bəli. Görmədi o gedişi. At deməli at topla şah verib filimizi götürürdü burada. Rəqib bu gedişi görmədi. O piyadam da çox mənə gözəl şərait yaratdı. Deməli burada mən bunu vurdum. Topla buradan şah verirdi. Bir dənə gələ bilmirdim bura. Bura gəlirdim. Filimizi götürürdü. Ancaq onu görmədi. Həmçinin atı müdafiə edirdi. O görmədi o gedişi. Və gördüyünüz kimi çox gözəl mat oldu. Maraqlı oyun oldu. Deməli bu piyadanın şotuna biz qələbə qazandıq dostlar. Keçək 3-cü oyunumuza və sonuncu oyunumuza. Görək bu səfər də rəqibimizi uda bilirikmi? Deməli yenə də kol açılışı ilə davam eləyəcəm. Rəqibin reytinqi yaxşıdır və çalışaq bayaqki kimi vaxtda uduzmayaq. Bayaqları vaxt biraz bizi sıxmışdı və tez-tələsik oyunlar oynadıq. Ancaq çalışacağım bu səfər vaxtla biraz kontrolda saxlayım vaxtı. Deməli fili gəlir. Piyadanın qabağa gedək artıq hücum eləyək rəqibə. Çünki artıq hücum eləmə vaxtı gəlib çatıb. Yaxşı fili geri oynayaq. Yaxşı iki figurundan birinə hücum eləyək artıq rəqib onu istədi. Və kol açılışında ən gözəl xüsusiyyətlərindən biri budur ki, iki figuruna birdən burada hücum etmək şansı olur. Əgər rəqib o gedişi görmürsə. Deməli, nə edirik? Burada bir dənə mat vəziyyəti var, görürsünüz burada. Görək, mat vəziyyətini biz yarada bilirikmi dostumuzda? Deməli, atımızı çıxa bilmirik oyuna. Bir dənə filinə hücum eləyək buna görə. Filini nə eləmək istəyir dostumuz? Filinə bir də hücum eləyək. Bəli, bunu vuraq artıq. Və görürsünüz ki, o piyada boşdadır və həmin piyada boşda qalan piyada atı verdik. Görmədim. Görəcək görəm o gedişi. Görmədi o gediş. O gedişi görmədi dostlar. Gəlin, yaxşısı budur, geri qaydaq. Vəzirlə götürürdü bizim deməli atımızı. O gedişi görmədi və bu bizim üçün daha yaxşı oldu görməmək. Çünki boş yerə figur verəcəydik və çətin vəziyyətə salacaqdıq özümüzü. Atı belə oynamaq istəyirəm və atı yerləşdirmək istəyirəm bura. Bəli. Deməli, atımıza hücum eləyir. Ona görə də deməli, atı elə bir yerə oynayaq ki, müdafiə eləyə bilək də, düzdürmü? Və fili gəlmək lazımdır. Artıq fili açıq xəttə gəlmək lazımdır. Və həmçində oradan belə bir gediş eləsək, fili belə oynasaq. Sonra atı belə oynasaq pasiv olur. Gəlin, açıq xəttələ keçirdik. Deməli, belə. Yaxşı. Bunu belə oynayaq. Hələ ki, bu dəqiqə elə bir gediş yoxdur ki, hazırda oynayım və deməli, orada nəsə bir şey yaradım. Deməli, bu xəttdən artıq hücum, bura hücum etmək istəyirəm, amma yaxşı, biz də hücum eləyək artıq. Deməli, rəqibin cinahına hücum eləyək. Deməli, topla vurduq, topla vursa fillə vururuq və vəzirinə hücum eləyirik. Yox, daha doğrusu ata hücum eləyirik. Və ata hücum eləyəndən sonra bizdə burada nə olur? Gəlin filimizi geri çəkək. Çünki filin orada olmağı elə də önəm kəsb eləməyəcək. Atı belə çıxaq. Atı belə çıxsaq. Nə istəyir bu? Yəni topumuzu açıq xəttə çıxaq. Bir qabağa verə bilər görə. Piyadanı qabağa verə bilər, yoxsa yox. Bizim hal-hazırda bu piyadamız rəqibin atının manevrləməyinin qarşısını alır və yaxşı vəziyyət, hal-hazırda yaxşı bir yerdədir, belə deyək. Deməli, fillə qabağını kəsək. Hal-hazırda bu piyada boşdadır. Sakitcə o piyadaya hücum eləyək. Deməli, gəlir ki, o piyadaya hücum etməklə artıq nəsə əldə eləyə bilərik. Deməli, o piyadaya hücum eləmək yenə də əmələ gəlmir. Deməli, oynayaq bura. Bunu belə oynayaq. Yenə də burada
taktiki gedişlər eləmək lazımdır dostlar. Görürəm ki, onsuz alınmır, taktiki gedişlərsiz alınmır. Deməli, bunun atına hücum eləyək, atını ortadan götürək və topuna burada hücum etmiş oluruq. Topları dəyişək və rəqibin bura qoyaq və buradan hal-hazırda şah var. Rəqib vəzirini çəksə əgər və gördüyünüz kimi biraz orada rəqibi sıxışdıra bilərik və top düşdü bizdə. Deməli, gəlin belə oynayaq. Hal-hazırda burada vilka var. Əgər filimizi vursa, biz onu vilka eləyib vəzirini götürürük. Əla. Bir dənə belə də bir şah atını götürək. Bəli, əla oldu. Deməli, o gedişi görmədi rəqib. Bizim atımız orada deməli qaldı. Axır ki, bir işə yaradı. Ən azından atla çəngəl eləyə bildik. Vaxtımız yetərincə var idi. Ancaq biraz elə bil ki, çətinə düşdük. Rəqib filimizi salacaqdı. Orada çəngəl olmasaydı biraz çətin vəziyyətə düşürdük. Ancaq o çəngəli gözdən qaçırdı və həmçinin də o bizim filmimizi götürsəydi, məcburi vəziri çəksəydi, əgər biz də o piyadasını vurub, deməli D5-dəki piyadasını vurub şah verib rəqibin atını götürə bilirdik. Nəsə rəqib o gedişləri görmədi və ola bilsin ki, vaxtı az idi deyən o gedişləri görmədi. İzlədiyiniz üçün sağ olun dostlar, minnətdaram. Güman edirəm ki, xoşunuza gəldi. Öpürəm sizi. Gələn bölüm görüşərik dostlar.